Salam aleykum, hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video qonağımız W219 Mercedes E-Class məşhur 4göz olacaq. Bu avtomobili bu videoda sadəcə E430 və E200 arası modellərini ələ alacağam. Çünki bütün modellərdən, bütün variasiyalardan bir videoda danışdıqda video çox uzun olur. Hər birinin üstündən qısaca keçmək əvəzinə 2 və ya daha artıq video şəklində istədim ki, bunu sizlərə tam ətraflı şəkildə təqdim edim. Bugünkü video qonağımız olan W210'un dizaynından yüngülvari sizlərə bəhs edeyim ki, bu avtomobil Mercedes'də ciddi bir dönüm nöqtəsi idi. Bu təəssüf ki, bu dəfə yaxşı yox, pis yöndə bir dönüm nöqtəsi oldu. Nə qədər pis olsa da yenə də avtomobil əlbəttə dözümlülüyü ilə önə çıxa bilir. Əvvəlki model, yəni W124 o qədər dözümlü idi ki, artıq insanlar ikinci yeni bir avtomobilə ehtiyac duymurdu və bu da Mercedes'in satışını ciddi şəkildə azaltmışdı. Buna görə də bu dəfə artıq eyni səhv etmədilər. Bir qədər avtomobilin keyfiyyəti azaldıldı əvvəlkinə nisbətən və W124 ilə yarışa bilməsi üçün bu avtomobil çox fərqli, çox iddialı bir dizayn ilə gəlmişdi. İlk başlarda bu 4 oval fara, 4 göz adını aldığı bu fara dizaynı bir qədər sevilməmişdi insanlar tərəfindən. Hətta bəzi şərhçilər tərəfindən BMW-yə oxşamağa çalışır deyə də şərhlənə bilmişdi. Amma daha sonradan artıq firmanın da öz malının arxasında durması ilə insanlar tərəfindən sevilməyə başladı və bugünkü günümüzdə həm ölkəmizdə, həm də dünyada rəğbət görən bir avtomobil halına gəldi. Qeyd edim ki, bu avtomobilin dizayneri Bruno Sacco'dur, hansı ki W140 kimi möhtəşəm modellərdən birinin də eyni zamanda dizayneridir. Bundan başqa da bir çox gözəl layihələri olub. Avtomobil 1995-ci ildən 2002-ci ilə qədər istehsal edildi və 1999-cu ildə facelift keçirib. Faceliftdə nələr dəyişilib, bunu ekrana qoyacağam. Daxili dizaynına baxdığımız zaman avtomobilin opsiyalarından əvvəlcə sizə danışım. Bundan 190 videosunda da danışmışam. Bu avtomobillərdə o illərdəki bütün Mercedeslərdə demək olar ki, 3 əsas paket var idi. Klassik, elegans və avantgard. Klassik ən boş, ən düşük paketdir. Jant qapağı ilə gəlir. Qapı qulpları plastik, şüşələr əli ilə qaldırılır, knopka yoxdur, elektron oxucaq və s. hər hansı bir şey yoxdur. Əksər şeylər mexanik olaraq idarə edilir və ən düşük, ən baz paketdir. Elegansla avantgard, bəzi insanlar avantgardı ən üstləndirir, amma elə deyil. Bu videoda təkrar deyirəm ki, elegansla avantgardın ikisində bir-birinə bəzi üstünlükləri var. Heç biri digərindən üstün deyil. Sadəcə avantgard biraz daha yerə yaxın, daha sərt amortisatorlu və sport yönümlü paket olarkən elegans biraz daha yerdən yüksək, yumşaq və komport yönümlü bir paketdir. Klassik modellərdə lük belə olmaya bilir. Artıq elegansla avantgarda bir qədər üst paketləri keçdiyimiz zaman burada 4-5 knopkalı və ya 8 knopkalı 2 zonalı climate control, böyük bir multimedia ekranı. Qeyd edim ki, bu sensor falan deyil əlbəttə ki, o illərdəki avtomobildə. Bundan başqa CD changer bagajda yerləşir. Bagaja CD-ləri taxıb bir neçə dənə CD-ni əlavə etmək olur. Daha sonra multimedia ekranına idarə etmək mümkündür. Bundan başqa qapıda gözlər, öndə, arxada dirsək altlığı, bunlar hər biri opsional olaraq gələ bilir. Dirsək altlıqlarının önündə 2 ədəd stəkanlı, öndə, arxada olmaqla və qeyd edim ki, bu avtomobillərin əl əyləci də ayaqda yerləşir. Artıq əl əyləci demək düzgün deyil, ayaq əyləcidir o. Biraz vərdiş olması çətin olsa da istifadəsi çox rahat, çox komfortlu bir əyləc sistemidir. Məncə zaten əldə olmasından daha yaxşıdır. Və dizaynla danışmışkən son olaraq ban növlərini də deyim ki, bu avtomobil geniş ban növündə istehsal edilib. Ən çox sedanlı görürük əlbəttə ki, bundan başqa station wagon, yəni universal, kupe və kabriolet versiyası, üst açıq versiyası belə olub. Yəni bu avtomobilin düzü bazarda çox az rast gəlinir hələ də Azərbaycanda, amma var olub, yəni vaxtı ikən istehsal olunub. Gəldik avtomobilin mühərriklərinə. Bu avtomobildə kiçik versiyalı mühərriklər, kiçik həcmli variantlar, yəni E200, 200 kompresor, 220, 230, 230 kompresor variantlarının hər birində M111 kodlu mühərrikdən istifadə edilmişdi. Bu mühərrikin 1 milyon kilometr resursu var. Zəncirin ömrü 200-250 min kilometr, yağ dəyişmə intervalı 7-10 min kilometrdir. Olduqca dözümlü, uzun ömürlü, xroniki problemi olmayan, yağ yemə və s. yağ sızdırma, su sızdırma kimi problemləri olmayan çox dözümlü, mükəmməl bir mühərrikdir. Kompresorla təchiz olunmuş olanlarını da könül rahatlığı ilə almaq olar. 1 milyon resursu olan mühərrik tez-tez problem yaratmayacaq. Bundan başqa biraz daha üst versiyalara keçdikdə, artıq E280, 300, 320 kimi modellərə keçdikdə bizi bu modellər iki fərqli motor qarşılayır. M104 kodlu sıralı 6 silindrli mühərrik və ya M112 kodlu V6 və ya Brazil mühərrik. Hər ikisi kifayət qədər dözümlüdür, uzun ömürlüdür. M104 bir qədər M112-dən daha köhnə texnologiyalıdır. Biraz yanacaq sərfiyyatı daha yüksək ola bilər. Amma çox daha sadə və quruluş cəhətdən ümumiyyətlə sadə və problemsiz bir mühərrikdir.
M112 də həmçinin M104 qədər problemsizdir. Kompresorla təchiz edilmiş versiyalar da var, lakin 210 kuzada yoxdur. Digər versiyalarda məsələn 203 kuza C30K AMG-də də M112K mühərriki istifadə edilib, hansı ki həmin versiyada 354 at gücü 450 Nm yaxın tork hasil edə bilir. Yəni modifikasiya potensialı olduqca yüksək olan bir mühərrikdir. İstəsəz M112 mühərriklər hansı bir 210 alıb turbo və ya sonradan kompresor və s. qoşmaq olar. Yəni yüksək təzyiqdə işləməyə vərdiş bir mühərrikdir. E430 kimi modellərdə isə M119 kodlu mühərrikdən istifadə edilib, hansı ki E500, 550-də də bu motor var. 4.3 litrelik mühərrik E430-da istifadə edilib. Bu avtomobilin E55 AMG, E50, E60 AMG modelləri də var ki, burada M119 yox, artıq M113 kodlu mühərrikdən istifadə edilib ki, bunlar artıq növbəti videonun konseptidir. İnşallah ilərləyən videolarda bunlar barədə tam ətraflı danışacağam. Sürətlər qutusuna gəldiyimiz zaman bu avtomobildə 5 və 6 pilləli mexaniki sürətlər qutusundan istifadə edilib, hansı ki olduqca dözümlüdür. Mexaniki sürətlər qutusunu alsanız ümumiyyətlə heç bir problem yaşayası deyilsiniz. Avtomatik sürətlər qutusu tərəfində isə 5 pilləli Mercedes-in o illərdəki Tiptronic sürətlər qutusundan istifadə edilib. Yenə olduqca dözümlüdür. Düzdür, heç dinamik deyil, olduqca gec keçişləri var. Yumşaqdır, komfortludur, amma qətiyyən sportiv deyil, lakin olduqca uzun ömürlü və dözümlüdür. Düzgün qulluq və baxım ilə uzun illər boyunca problemsiz işləyə bilir. 190 videosunda bəhs etdiyim sağ-sol park işıqlarını ayrı yandırma funksiyası yenə bu avtomobildə var. Tutaq ki, avtomobili qəribə bir yerdə belə deyək, yarısı açıq qalacaq şəkildə park etmisiniz. İstəsəz yalnızca sağ və ya yalnızca sol park işıqlarını açıq qoya bilirsiniz. Bu da nə üçündür? Dediyim kimi problemli bir yerdə avtomobili saxlamısınızsa, digər sürücülər tərəfindən avtomobil görünsün deyə, həm də 4 park işığının 4-ünü eyni anda yandırmadan akkumulatoru daha uzun müddət səmərəli istifadə edə bilir. Son olaraq xroniki problemlərindən danışmaq istəyirəm. Hansı ki, videonun əvvəlində də sizə dedim ki, W124-dən sonra bu avtomobildə bir qədər keyfiyyət azaldılıb. Bunu salonda bir qədər hiss etmək olur. 124-ə nisbətən biraz daha çox sərt plastikdən bu avtomobildə istifadə edilib. Amma bundan başqa əsas keyfiyyət itkisini avtomobilin xarici səthində hiss edirik. Qapı altlarında, kapotun üstündə tez-tez avtomobildə çürüklər görmək mümkündür. Korroziyaya qarşı avtomobil bir qədər davamsızdır. Xüsusilə alarkən diqqət etməli olduğunuz yerlər, kapotun üstündəki pətəklərdən kapot yavaş-yavaş çürüməyə başlayır. Bagajın içində sağ arxa tərəf xroniki olaraq avtomobildə tez-tez çürüyür. Bundan başqa xüsusilə arxa qapı kantlarının kənarından çürüməyə başlayır. Və həmçinin kapotun altına da baxmaq lazımdır. Amortisator başlıqları və qapı rezinlərinin altı xüsusilə alarkən diqqət yetirməli olduğunuz yerlərdir. Bundan başqa xroniki cəhət olaraq ön askı sistemi əvvəlki kuzaya nisbətən bir qədər daha zəifdir. Ön askı çubuqları, şaravoylar, askı linkləri bir qədər tez yiyilə bilir və bir də salonda elektronikası bu avtomobilin bir qədər zəifdir. O illərdəki bir çox Mercedes-də gördüyümüz bir şeydir. Elektron şüşələr, elektron qapılar, mərkəzi qapanma bəzi hallarda problem yarada bilir. Alarkən bunların da işləyib işləməməsinə düzgün şəkildə baxmaq faydalı olacaqdır. Belə dostlar, bugünlük də məndən bu qədər. Növbəti videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın.